Salam, necəsiz? Bugün yeni bağlamalarım var. Hardan? Temudan. Baxaq. Amma bu dəfə gecikmə o qədər də çox deyil. Normal. Birinci belə bir şey çıxır. Hə, bir anlıq özüm də unutdum ki, bu nədir? Yadıma düşdü ki, bu nədir? Bu çay dəmləməyə üçün olan paketlərdir. Məndə olan çayniklərin içərisində dəmir o süzgəclərdəndir və onları yerləşdirmək olmur və iki dənə çaynik qırmışıq. Onun üçün bunu sifariş elədim ki, dəmir birbaşa bunun içine töküb atırsan, sonra götürüb bunu atırsan gedir. Bunu istifadə etmək daha rahat olar deyə düşündüm və belə dəst şəklində deyə toplu şəkildə aldım. İşə yarayıb yaramadığını sonra videonun altında qeyd edərəm, yoxladıqdan sonra. Görək necə bir şey olacaq. Gəldik bura. Bu həmişə ənənəvi sifariş etdiyim stikerlərdəndir. Biraz zərli və ulduzlardır bu dəfə. Bu mənim çox işimə yarayıb. Ona görə bir beləsini və bir də başqa formasını, yəni eyni stikerdir, sadəcə üzərindəki smayka fərqlidir. Onu sifariş eləmişəm. Belə bir gündəlik işə geyinmək üçün ayaqqabı sifariş eləmişəm. Çox ucuzaydı. Deyim ki, 8 manata ümumiyyətlə belə çox ucuz bir qiymətə almışam. Çox qəşəng deyil, çox yumşaqdır, amma rezindir. Deyim ki, yəni belə keyfiyyətli bir material gözləməyib. Qiymətinə baxanda yəni nə düşünürdüm ki, şəkildə daha qəşəng idi belə, amma nə yalan deyim, əməlli başda bildiyiniz rezindir. Yəni harası tikilmə, yapışdırılma deyil də, sadəcə qəlbincə saat elə bir rezin düşmüşüm. İyi də elə biraz rezinini hiss eləmək olur. Həm yoxlayaq görək necə olur, bilmirəm. Amma yayda uğurlu bir seçim olmaya bilər, çünki bu yəqin ki istilik eləyəcək. Neysə, növbəti. Hə, bu bir dənə yoxlamaq üçün sifariş elədiyim işıqdır. Bundan bizim həyətimizdə var bir neçə dənə, sadəcə bir neçəsi artıq işləmir. Mən də düşündüm ki, bunu əvəz eləyə bilərəm və bunun üçün belə oxşayanlarını tapdım, sifariş elədim. Bunu bir dənə sifariş elədim ki, yoxlayım görüm işləyirmi və yaxud da uyğun gəlirmi. Əgər yaxşı olsa davamında sifariş eləyərik. Belə. Nədir bu axı? Aa, yadıma düşdü. Bu bilirsiniz nədir? Paltarın üstündə tiftik olur belə corabda, paltarda tiftiklər belə çıx eləyib tosoran deyirəm. Nə deyirlər o? Neysə də toplayırsan, tosoranla ayırsan kimi bir şey. Bunu buradan da yəqin ki söküb çıxardırsan. Mən belə başa düşürəm. Allah, bismillah tutmasın. Qorxuram insanın belə deyəcək. Yox sığmadı. Hə, bura yığılır. Yəqin belə şık-şık boşaltdın. Yerinə bağladın, ayıqladın. Gördün gələn məhsullarda. Üzərində də bir şeylər yazılıb, amma çindiyində başa düşmürəm. Başqa dillərdə də var. Hə, oxuyub anlayıb bir şey eləmək olar. Burasında yəqin adaptör başlığından istifadə edərəm. Belə bir şey. Başqa bir şey yoxdur. Bugünlük bu qədər. Hələlik.